Bugün sizlər üçün 3 ərzaqdan hazırlanan, rahat şəkildə hər evdə olan un, şəkər və yağdan ibarət un halvası hazırlayıram. Heç planımda yox idi, canım çəkdi deyə durdum, bişirdim. Dedim elə bişirmişkən də sizlər üçün də səsləndirməsini edim. İlk öncə kanalıma abunə olun, videonu sona qədər izləyin və gəlin keçək hazırlama qaydasını sizə təqdim edim. Şərbətdən başlayıram birinci hazırlamağa, şərbəti qoyuram bişsin. Dəqiq qramajlar üçün YouTube kanalımın açıqlama qismindən keçib götürə bilərsiniz. Yağı tavaya tökürəm, əziyyət çəkməyin, eyni qabda bişirirəm ki, qabda batmasın. Tavaya tökürəm yağı, əriyir və ehmalça üzərinə unu tökürəm. Unu qovurmaq biraz vaxt aparsa da, amma nə qədər də vaxt getsə də o qədər də dadlı olur. Mən açıq rəngdə xoşlayıram. Biraz tünd sevənlər halvanı tünd edə bilərlər, amma mən açıq sevdiyim üçün açıq şəkildə götürürəm. Sonda görəcəksiniz. Yağı gözə yarı qoymuram, ölçünü qramaj eləyirəm. Bu halvada olmazsa olmazıdır. Axırda da zaten görəcəksiniz ki, göz önündə olacaq nəticə ki, necə dadlı, görüntüsü ilə belə iştah açan, o buram-buram halvanı görəcəksiniz. Artıq burada hazırlama nöqtəsinə doğru gedir. Tamına sizin üçün bütün püf nöqtələrini çəkmişəm ki, tənbəl xanımlar belə evdə oturarkən bu videoya baxdıqdan sonra gedib hazırlasınlar. Yavaşca qarışdırıram. Hazırlanmağa başlayır. Hardan bilirəm hazır olmağa başlayır? Çünki artıq un sıvı şəkildə olur. Görürsünüz ki, qırağda da şərbət hazır olur. 10 dəqiqə şərbəti qaynadıram. Darçını çox sevirəm halvada. Ona görə 1 çay qaşığı şərbətə darçın əlavə edirəm. Qozu xırda-xırda doğrayıram. Çox xırda olmamaq şəklində doğrayın ki, ağzınızda qozu hiss edə biləsiniz. Artıq burada halvanın altını söndürmüş oluram ki, qoz çox da bişməsin. Yediyiniz zaman halvanı qoz necə deyərlər, dişə dəysin. Yəni tamam ovuntu kimi olmasın deyə altını söndürün. Məndən sizə məsləhət, sonra qozu tökün. Bəzi insanlar bişə-bişə, yəni altı gürxotda olanda tökür. Yox, elə etmək lazım deyil. Burada ehmalca üzərinə şərbəti tökürəm ki, un bilirsiniz ki, tez qatılaşır. Yavaşca qarışdırıram, üzərinizdə tökməmək şərti ilə, çünki pırt-pırt eləyir. Qarışdırandan sonra nəticə göz önündədir. Evi gözəl iyi bürüyüb. Mən gedim çayımı dəmləyim çayla halvanı içməyə. Siz də videonu bəyəndinizsə, kommentlərdə fikirlərinizi gözləyirəm. Siz necə bu halvadan bu şəkildə bişirirsiniz, yoxsa umac edirsiniz halvanı? Sağ olun.